Ezra. 2-ci fəsil. Sürgündən Yəhudaya qayıdanların siyahısı. Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıkları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar. Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reəlaya, Mordokay, Bilşan, Mispar, Bigvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı. Paroş övladları 2172 nəfər. Şefatiya övladları 372 nəfər. Arah övladları 775 nəfər. Yeşua və Yuav nəslindən Paxat Moav övladları 2812 nəfər. Elam övladları 1254 nəfər. Zattu övladları 945 nəfər. Zakkay övladları 760 nəfər. Bani övladları 642 nəfər. Bevay övladları 623 nəfər. Azqad övladları 1222 nəfər. Adoniqam övladları 666 nəfər. Bigvay övladları 2056 nəfər. Adin övladları 454 nəfər. Ater, yəni Xizqiya övladları 98 nəfər. Besay övladları 323 nəfər. Yora övladları 112 nəfər. Haşum övladları 223 nəfər. Gibbar övladları 95 nəfər. Betlexem övladları 123 nəfər. Netofa sakinləri 56 nəfər. Anatot sakinləri 128 nəfər. Azmavet övladları 42 nəfər. Qiryat Arim, Kefira və Beyrot övladları 743 nəfər. Rama və Geva övladları 621 nəfər. Mikmas sakinləri 122 nəfər. Betel və Ay sakinləri 223 nəfər. Nevo övladları 52 nəfər. Magbiş övladları 156 nəfər. Digər Elam övladları 1254 nəfər. Xarim övladları 320 nəfər. Lod, Xadid və Ono övladları 725 nəfər. Yerixo övladları 345 nəfər. Senaa övladları 3630 nəfər. Kahinlər, Yeşua nəslindən Yedaya övladları 973 nəfər. İmmer övladları 1052 nəfər. Paşxur övladları 1247 nəfər. Xarim övladları 1017 nəfər. Levililər, Hodaviya nəslindən yaranan Yeşua və Qadmiyel övladları 74 nəfər. İlahiçilər, Asəf övladları 128 nəfər. Məbəd qapçıları, Şallum övladları, Ater övladları, Talmon övladları, Aqqov övladları, Xatit övladları və Şovay övladları ilə birlikdə 139 nəfər. Məbəd qulluqçuları, Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, Geros övladları, Siyaha övladları, Padon övladları, Levan övladları, Xaqava övladları, Aqqov övladları, Xaqav övladları, Şamlay övladları, Xanan övladları, Giddel övladları, Qaxar övladları, Reay övladları, Resin övladları, Neqod övladları, Qazzam övladları, Uzza övladları, Paseah övladları, Besay övladları, Asna övladları, Meunim övladları, Nefusim övladları, Baqbuk övladları, Xaqufa övladları, Xarxor övladları, Baslod övladları, Mexidə övladları, Xarşı övladları, Barqos övladları, Sisra övladları, Tamaq övladları, Nesiyah övladları, Xativa övladları. Süleymanın əyanlarının nəslindən Sotay övladları, Hassoferet övladları, Peruda övladları, Yela övladları, Darqon övladları, Giddel övladları, Şefati övladları, Xattin övladları, Pokaret, Hassevayim övladları, Ami övladları. Məbəd qulluqçuları ilə Süleymanın əyan qullarının övladları cəmi 392 nəfər. Helmelahdan, Telxarşadan, Keruvdan, Addondan,
İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut eləyə bilməyənlər bulardır. Delay övladları, Tovi övladları, Neqod övladları 652 nəfər. Kahinlərin nəslindən Xovay övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb, qaynatasının adını götürən Barzillay övladları. Onlar nəsil şəcərəsini axtardılar. Lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. Yahuda valisi onlara əmr eləyib belə dedi: Urim və Tummimi işlədən bir kahin olmayınca, onlar ən müqəddəs yeməklərdən yeməsin. Bütün cəmaat birlikdə 42.360 nəfər idi. Bundan başqa 7.337 nəfər kölə və kənizlər, 200 nəfər kişi və qadından ibarət ilahiçi var idi. Bu adamların 736 atı, 245 qatırı, 435 dəvəsi, 6720 eşşəyi var idi. Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü iyanələr verdilər. Bu iş üçün yığılan xəzinəyə imkan daxilində 61.000 darik qızıl, 5.000 mina gümüş və 100 kahin geyimi verdilər. Kahinlər, levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər.